Axırıncı cüməsi idi, Şaban ayının Peyğəmbər minbərə çıxdı, xutbə oxudu. Əyyuhən nas, innəhu qəd əqbələ iləykum şəhrullah. Ey insanlar, Allah ayı sizə tərəf gəlir. Özü ilə bərəkət gətirib, rəhmət və məğfirət gətirib. Deyib, bu ay elə bir aydır ki, Allah yanında ən üstün aydır. Günləri ən üstün günlərdir, gecələri ən üstün gecə. Və hər saatı ən üstün saatlardır. Bu elə bir aydır ki, bu ayda Allah qonaqlığına dəvət olunmusunuz, ziyafətə dəvət olunmusunuz. Deyir ki, bu ayda xüsusi kəramətli adamlardansınız siz, yəni hörmətli adamsınız. Oruç tutanlar bu ayda Allahın yanında hörmətli adamlardır. Allah sizə hörmət eləyir. Nəfəsləriniz bu ayda təsbihdir, nəfəsləriniz. Əməliniz bu ayda qəbuldur. Deyir, Allahdan istəyin. Pak qəlblərlə, təmiz niyyətlərlə istəyin ki, Allah sizə bu ayın orucunu və Quran oxumağı nəsib eləsin bu ayda. Bunu Allahdan istəyin, xüsusi istəyin. Ən bədbəxt adam o adamdır ki, Peyğəmbər buyurur, Allahın bağışlamağından məhrum ola bu ayda. Bu ay gəlib gedir, Allah onu bağışlamıyor. Yəni, ən bədbəxt insan bu insandır. Aclıq, susuzluqla qiyamətin aclığını, susuzluğunu yad edin. Bu ayda fəqirlərinizə və miskinlərinizə sədəqələr verin, yardım eləyin. Əlinizdən gələn qədər cəmaata kömək eləyin, əl açıq olun, yardım göstərin. Buyurur ki, kiçiklərinizə rəhm eləyin bu ayda. Uşaqlar desin ki, Ramazan ayı gəlib, atam mehribandır, anam mehribandır mənə qarşı. Dilinizin ədəbiyyatını dəyişin bu ayda. Həm günah sözlərdən qoruyun, həm də bihudə, heç nəyə lazım olmayan sözlərdən. Dilinizə biraz nəzarət edin və haram olan şeylərdən gözlərinizi yumun. O şeylərə ki, baxmaq olmaz, bu ayda baxmayın. Eşidilməsi haram olan sözlərə qulaq asmayın. Buyurur ki, cəmaatın yetimlərinə bu ayda rəhm eləyin, hansısa bir yetimə sığal çəkin, kömək eləyin və sizin yetimlərinizə də rəhm olunsun. Günahlarınızdan Allaha tərəf tövbə eləyin bu ayda. Namaz vaxtlarında əlinizi duaya qaldırın. Bu saatlar xüsusi saatlardır, namaz saatları. Allah o saatlarda bəndələrinə rəhmət nəzəri ilə baxır. Allah deyir, ona ilə münacət eləyənlərin, nalə eləyənlərin naləsini eşidir bu saatlarda. Onu çağıranlara ləbbeyk deyir, kim ki Allahı çağırır. Bilin ki, Allah öz izzətinə and içib ki, bu ayda namaz qılıb səcdə eləyənlərə əzab verməyəcək. Allah onları oda atmayacaq. Ondan sonra buyurdu ki, kim bir oruç tutana bir iftar versə, elə bir ki, qul azad eləyib və bütün günahları bağışlanır. Bir iftara bütün günahları bağışlanır.